İndi isə telefonlar həll edir. Telefonla o tanış olub ailə quranların nə deyirlər, axırı yoxdur. Evdə söz də var, söhbət də olar. O evdə qalmalı da, O düzdür? evdə, o evin bu baralarını niyə tikirik? Orada qalmaz. Birdən qapı qoyurlar ki, buradakı söz burada qalmalı. Ləzgilər, bax, ən çoxu, mən deyərdim, təxminən Bəxtiyar müəllim yaxşı bilər, ən çox ləzgi hardasa minimum 98%, 97% qusardır, ən çox Azərbaycan ərazisində. Xoş gördük sizi. Artıq günün sonudur. Biz səhər saatlarından bu kənddəyik, Qazıq kəndindəyik. Həqiqətən də bu kənddən doymaq olmur. Çox gözəl təbiəti var, çox gözəl insanları var. Adətən keçmişdə babalarımız bardaş qurublar, həmçində ləzgilər. Hamısında Bu xeyirli olur da bu bardaş qurmağa insan üçün. Elə bardaş qurmaqla deməli bütün ailə üzvləri süfrə qırağında bardaş qurmaqla oturardı. Və süfrə qırağında deməli birinci o süfrədə yeməyi ağsaqqal başlayar və ağsaqqal başlayandan sonra o biriləri də deməli yeməyə başlayardı. Bu ağsaqqalın deməli sanki nə cür deyərlər, komanda sayağı verir ki, buyurun yeməyə başlayın. O yemək onun adı ilə, onun başarığı ilə, Xeyir duası ilə. hə? Xeyir duası ilə Xeyir başlayar. duası ilə bəli başlayardı və yeyərdi. O yemək qutarandan sonra yenə bərəkət duası oxuyardı və sonradan süfrəni yığışdırıb deməli aparardılar. Nural əmi, hə. üzr istəyirəm, Nural əmi, deyirsiniz ki, dua oxunurdu da, düzdür? Dua oxunurdu, dua. Bəli, dua oxunur. İndi oxunur o dualar. Xeyr, indi oxunmur. İndi daha qutarıb o. Sanki zamanın tələbinə uyğun olaraq yavaş-yavaş o adətlər də itməkdə davam edir. Ancaq hardasa yenə ağsaqqal, yaşlı ağsaqqal varsa, o öz evində o adətləri saxlamağa çalışır, qorumağa çalışır. Amma cavan ailələrdə artıq bu dualar demək olar ki, yoxdur. Oxunmur. Bir qızla bir oğlan tanış olurdu, Aha. bir-birlərini sevirdi və evlənirdi. Yox, əvvəllər elə şey olmurdu. Əvvəllər ağsaqqalın nə dedisə odur. Məsləhət nə olurdu? Məsləhət nə? Ağsaqqal, bəli, deyirdi ki, filan qızı deməli, elçi gidib onu almalıyıq, onu ailə üzvü kimi gətirib saxlamalıyıq. Sənin yoldaş, gələcək yoldaşın o olacaq. Amma cavan bunu, gənc bunu nə cür deyərlər, etiraz edə bilməzdi. O, ağsaqqalın dediyi onun üçün qanun idi. Ona görə də evli zamanı həmin o ağsaqqalın məsləhət gördüyü qızı evə gətirərdi və onunla evlənib ailə qurardı və saxlayardı. Ağsaqqal olduğu yerdə o cavan bəy deyir də ona, o ağzını aça bilməzdi. Ağsaqqalın hökmü qanun idi. Zəhmi var idi. Bəli. Zəhmi var idi. Bəli, zəhmi var idi, qanunu var idi. Onun dediyi söz ailə üçün qanun idi. Etiraz edə bilməzdi. İndi biz Nural əmi adətən gənclərdə günah görürük də, deyir ki, gənclər adətən mübahisə eləyir biraz yaşlılarla, düzdür? Amma qocalar da o əzəməti, o zəhmi saxlaya bilib hələ də. Saxlaya bilib, bəli. O cür, o qüvvətdə yox, ümumiyyətlə saxlayır. Saxlamağına sanır. Ancaq o keçmişdəki qüvvətli deməli o zəhmi və yaxud da dediyi söz artıq zəifləyib. Zamanın tələbi ilə zəifləyib. Əmrullah əmi, deməli ləzgi dilin sizdə yeni nəsillərə öyrədirsiniz. Öz övladlarınıza, nəvələrinizə öyrətmisiniz, övladlarınıza. İndi də nəvələrinizə öyrədirsiniz. Həvəsi varmı o ləzgi dilini öyrənməyə? Vallahi mən heç elə də deməzdim. Ona görə ki, heç bizim deməyimizə ehtiyac yoxdur. Onlar özləri elə dil açandan ləzgi dilini danışırlar da lap gözəl. Məcburiyyət yoxdur. Məcburiyyət, ehtiyac yoxdur ona məcburiyyəti. Çünki onlar özləri dil açanda ana dillərini bilirlər, danışırlar. Əmrullah əmi, unudulmuş adətləriniz var, yoxsa həmən o köhnə adətənləri hələ də qoruyub saxlaya bilirsinizmi?
Bəziləri var, olub itib gedib, aşınamaya gedib, aşınıb nətər deyirlər. Məsələn, bizdə keçmişdə bu toy mərasimində bəy oturmaq var idi. İndi bəzi yerlərdə sağ diş, sol diş var. Bəy tərifi deyirlər ona. Yox, tərif başqa şeydir. Bəli. Tərif onun adına deyilən xoş sözlərdir. Amma elə belə bəy deyəndə onun istək yoldaşı olardı, sirdaş yoldaşı olardı. O da deməli, onlar tarixən elə yaşadığı ömür boyda ailə qurandan sonra ailəvi dost olardılar onlar. Və deməli, o bəy məclisi də toy yerində yox, başqa bir evdə məclis qurulurdu. Özdə əməlli başlı cavanlar üçün məclis olurdu. Orada yemək də olurdu, içmək olurdu, şənlik olurdu, nə bilim, müəyyən dövrdə o toydakı muzikantlar, muzikçilər gəlirdilər, orada da bir neçə hava çalırdılar, oxuyurdular, sonra qayıdıb yenə toy yerinə gedirdi. Belə adətlər vardı, onlar biraz zəifliyib. Ondan sonra yas mərasimi də düzdür, qalıb bizdə. Yas mərasimi normalca qalıb. Amma bir şey var idi, deməli, keçmişdə bizdə bu qəbir üstünə çox tez gedirdi, hardasa. Gəl oturalım. Hardasa gün səhər açılmamış da bir. O da həm də belə qışda soyuq olurdu, biraz. Salam Mələk, xoş gəlmisən, əyləş. Biraz da deməli bura dağətəyi kənddir də, biraz iqlimi sərt iqlim olan yerdir. Ona görə də elə indi biraz onu elə eləmişik ki, hardasa 8-də, nə bilim 8-in yarısında belə eləmişik. O biraz insanların səhhətinə də pis təsir eləyirdi, açığını istəsən. Soyuq idi, nə bilim deyir, məsələn, qəbristanlıqda molla hardasa bir 20 dəqiqə zad oxuyurdu. Sonra dualar oxunurdu. O dua oxunmaq, zat, molla, Quran oxumaq adətlər qalıb bizdə, saxlayırıq. Və bizdə bir yaxşı adət var ki, məsəl üçün, hüzur oldu, kiməsə deməyə ehtiyac yoxdur ki, bizə kömək elə, gələk qəbri qazaqına inək. Bəli, Bəxtiyar əmi də onu dedi ki, bizdə gənclər təşəbbüs irəli sürür. O da yəqin ki, böyüklərdən keçmə bir adət-ənənə. Əlbəttə. Elə görüblər, onu da davam edirlər. Uşaq evin güzgüsüdür da. Bəli. Onlar görüblər ki, sizdən görüblər ki, və indi eyni adət-ənənələr onlar yaşadırlar. Bəli. Onlar məsəl üçün bilir ki, filan həyətdə hüzur var. Heç dinməzə, zadə o cavanlar, birisi külün, birisi lapatka götürüb gedirlər qəbir yerinə, harada qazılmalı, burada. Qazırlar, eləyirlər, sonra dəfn edir. Müsəlman qaydasıdır. O gözəl adətdir. Ləzgilər təkcə burada qalmır da, İsmaildə qalmır. Çox yerdədir. Hansı rayonlarda qalır sizin? Ləzgilər, bax, ən çoxu, mən deyərdim, təxminən Bəxtiyar müəllim yaxşı bilər, ən çox ləzgi, hardasa minimum 98%-dir, 97%-dir, Qusardır, ən çox Azərbaycan ərazisində. Sonra ikinci yeri tutur Qəbələ. Elə üçüncü də mənə belə gəlir ki, İsmailli olar. İsmaildə də 15-18%. Faiz, bəli. Qəbələdə də var, İsmaildə də var. Sonra Dəvəkir, indi Şabran adlanırlar, orada da var. Xaçmazda var, Xaçmazda da çoxdur. 26 Quba rayonunda var. Məskunlaşmısınız. Quba rayonunda da var. Bəli. Qubada biraz Nuralı müəllim bizim dil danışanlar azdır, Xaçmazda ondan çoxdur. Çünki mən olduğu rayonları deyirəm də, harda çoxdur, harda azdır demirəm. Mən çoxluğunu rayonlarda var. O demək olar bütün rayonlarda var, amma o çox olduğu deyirik. Çox olanlar elə birinci Qusardır, ikinci Qəbələdir, sonra Xaçmazdır, İsmaillidir. Ən çox olanlar bunlardır. Ləhcəsi ilə sizin ləhcə fərqlənir, yoxsa fərq eyni olur? Var, fərq var. Başqa rayonlarda yaşayanlarla? Var. Məsələn, elə kəndlər var ki, Qusar rayonunda o kəndlərin ləhcəsi ilə bizim ləhcə bir-birinə uyğun gəlmir. Bəli, onlar tamamilə fərqlidir. Məsələn, Gedəcə Uyxur kəndi var, Qusarın. Onların ləhcəsi bizim kəndin ləhcəsindən tamamilə fərqlidir. Amma uyğun olan ləhcələr də var Qusar rayonunda. O kəndlərin ləhcəsi bizim deməli ləhcə ilə uyğundur. Var, ləhcə fərqləri var. Ən çox uyğunluq Axtı rayonu, Dağıstanın Axtı rayonunun danışığı bizim kəndin danışığına, ləhcəsinə çox uyğundur.
Hə, deməli sizin bayaq toy adətlərindən danışdıq. Deməli toy adətlərindən sizin xüsusi yeməkləriniz olub. Bəli. Yəni ki, Azərbaycan mətbəxindən fərqli nə yeməkləriniz olub? Allah Hələ də bişirilirmi və yaxud da unudulubmu? O yeməkləri Mehi yaxşı bilir. Mehi yaxşı bilər. Sonra bir çoban aşı deyilən bir aş var. Bəli. Onu bu Azərbaycan o digərdən qeyri-ləzgi olan millətlərin adında menüsündə kulinariyasında demək olar yoxdur. Sanki qızı görməyə. Oturardı, görəndən sonra qayıdardı arvadlar, sonra məsləhət bilərdilər kişilərə, hə, deməli bu qız yararlıdır bizim üçün, deməli Məsləhətdir. Hə, məsləhət ola bilər. Sonradan elçi gedərdilər. Elçi gedəndə o qırmızı yaylıqdır, üzükdür, belə şeyləri aparardı nişan kimi. Nişan kimi belə şeyləri aparardı və nişan qoyurdular orada. Sonra əvvəlcə o bir şey də var ki, orada şirin çay məsələsi var. O əvvəl gedən, kişilər gedəndə ki, bu işdən türü gəlmişik. Biz razılıq İcazə versən bu çay içək. Hə, icazə verirsən şirin çay içək. Bəli, çay içək. Onlar da icazə verərdilər, şirin çay. Əgər yox məsələsi varsa, onda içməzdilər, hamısı durub gedərdilər. Süfrə də elə qalırdı, şirin çay da elə qalırdı. Durub çıxıb gedərdilər. Mənfi cavab alsaydı. Bəli, mənfi cavab alsaydılar, elə belə çıxıb gedərdilər. O vaxtı necədir? İndi müasir dövrünüzdə zən gəlib çıxmışlar, başlıq pulu deyirdilər. İndi də var. İndi var, o vaxt var idimi? İndi də var idimi? İndi o ləzgilərdə varmı o adət-ənənələrdə? Mən indi görməmişəm, Bəxtər müəllim, indi baş pulu var. Var, indi toylarda var. Bilirsən, qıraq bucaqdan da gəlinlər gəlir bura. Bunlar da evlənib qohum əqrəba olurmu? Adət ənənələrdə elə bil ki təzə şeylər əmələ gəlir adət ənənələrdə. Bu nişana gedəndə müəllim onları düzgün izah eləyir. Nişandan əvvəl tutalım ki, mən oğluma toy eləmək istəyirəm. Mənim borcum nə idi? Evdə ana ilə, bacılarla o oğlan istədiyini deyirdi ki, mən falan kəsin qızını istəyirəm. Ataya da himcimlə ana örgədirdi onu. Başa düşürdü artıq. Ata da deyirdi ki, axşam bir yaxşı yemək hazırla. Və özünə yaxın ağsaqqalları hamısını çağırırdı evlərinə. Oturandan sonra, yemək içməyəndən sonra ev yiyəsi deyərdi ki, bilirsiniz, sizi niyə çağırmışam, niyə sizə əziyyət vermişəm? Oğlumun vaxtıdır, evləndirmək vaxtıdır. Mən də filan kəslə qohum olmaq istəyirəm. Siz də o adamı tanıyırsınız, mən də tanıyıram. Ola bilər ki, mənim tanımadığım nəsə əlavə şeyləri varsa, məsləhətimiz Səhətləri varsa siz bilirsiniz. Sizin fikirlərinizi dinlə. Hamı razılaşardı. Razılaşandan sonra Nural mənim demiş, bu ardıcılıq davam edərdi. Deməli kişilər qərar verirdi bilməm. Qərarı kişilər, ağsaqqallar verirdi. O qərarı... O da qanun idi da. O da qanun idi. Çünki artıq ana oğulla və ya da bacılar oğulla, qardaşla belə deyək də, o məsləhətimiz qutarmışdı. O məsləhətə piçat vurmaq lazımdı axırına. Bunu o ağsaqqallar verirdi. Doxu varsa, yox desin. Çünki kişi xeylağı... Kişinin sözünü ikinci plana keçirtmək yox. İndi niyə o status düşüb? Vallahi statusu düşmək belədir də. Cılızlaşıb da elə bil ki, yoxsa... Çox cılızlaşıb. Cılızlaşıb Bu da. birinci, Yəni ki, ikinci də Bəli. kənd yerində sən evlənirsənsə, o kəndin yaxın adamları ona yaxın qız adamlarını deyirəm. Hamı tanıyır, adətini də tanıyır, onlar da bilir, biz də bilirik. Xarakterini də bilir, onların bu kənddə nə cür özünü aparırsa onu da bilirik. Nəslini tanıyır, nəcabətini tanıyır. Qohum olmağına dəyər, dəyməz söhbətlər həll olunur. İndi isə telefonlar həll edir, o işi ağsaqqallıq da telefon eləyir. Heç sən bilmirsən kimdir, kimi alacaqsan, hara gedəcəksən. Biraz çətinə düşür, vəziyyət çətinə düşür. o da ümumi fəlakətə gətirib çıxarır və boşanmaların sayı artır, Ay, sağ ol. ailələr dağılır. Ürəyincə olmur da, əksər ailələrdə ürəyincə olmur. Kimsə küsür, kimsə barışmır, kimsə gedib dərdini kiməsə deyir. Yaxşı, sən bu evə gəlmisənsə, qardaş. Bilirsiniz nə var? Bu Hər şeydə burada rahatlıq yoxdur. Evdə söz də var, söhbət də olar. O evdə qalmalı da, Bu düzdür. evdə, o evin bu barılarını niyə tikirik? Orada qalmaz. Birdən qapı qoyurlar ki, buradakı söz burada qalmalıdır. Bu pəncərələr də bağlı. Bu söz burada qalmaz.
Yaxşı, əgər mənim evimdə olan söhbət gedib bütün dünyaya məşhur o televiziyalarda kimlərsə həll eləyirsə, mən sabahdan səninlə nə tür otura bilərəm? Bir ara elə verilişlər də var idi. Niyə otura bilərəm? Otura bilmərəm axı. Şəxsən mənə qalsa bir gündə onu evdə saxlamaram. Çünki mənim biabır ilə binalar. Böyük Dayaq Elə deyil filmində Elədir, bəli, elədir. Böyük Dayaq filmində deyir də ki, mənim ailəm məsələn 5 barmağım kimi olmalıdır. Bəli, Hansı filmdə? Böyük Dayaq filmində Rüstəm kişi deyir, Qaraca. Qaraca deyir də oğlan. Deyir mənim ailəm 5 barmağım kimi olmalıdır. Əgər Kolxoz səhvi. biri nəsə olsa yumruq kimi, biri olsa kəsib ataram o barmağımı. Həqiqətən də o kinoda o kişi zəhmin, əsl ağsaqqal zəhmin göstərər. o kişi budur. Bəli. Allaha bir ömür verilib. Bax, buradan bura qədər. Bilinmir nə hardasa Bəli. qutarır. Ancaq bu barmaqlar birləşəndə Yumruq olur. üstündəki o qapazı vuran, Möhkəm. möhkəm çəkic vuran budur. O da ağsaqqal deyildi. Ondan sonra möhkəm olur. Bəli, bəli. Bəli, bax, belə şeylər çoxdur. İndi müasir dövrdə indi hər yerdə olduğu kimi bu telefon söhbəti geniş yayılıb. Bir söz var ki, telefonla o tanış olub ailə quranların nə cür deyirlər, axırı yoxdur. Axırı yoxdur. Əksəriyyətində. Nə cür deyirlər, ataların sözü ilə desək, ha ilə gələn, va ilə gedər. Yəni o telefon söhbəti elədir. Ya yaşayar bəlkə 1 il, 2 il sonra yenə dağılır. O möhkəm olmur telefon. Təməl güclü olmur da. Güclü olmur, bəli, təməli güclü olmur. Ata oğul indi kişi xeylağında hər ikisi. Oğlan deməli, oğlu atasına deyə bilməzdi ki, ayətən mən filan qızı istəyirəm. O anasına, bacısına deyərdi, çerez çatdırardı. Ötürü çatdırardı. Bəli. O üz yox idi ki, məsəl üçün ayətən mən filan kəsin qızını istəyirəm. Əmrullah müəllim, indi gənclər də bir növ evlənmirlər, gec evlənirlər. 30, 35, hətta mənim tanıdıqlarım var ki, 38 yaşında subaydılar. Var, bəli. Bəli, hətta Sinkətdə də olar. Var. Səbəb nədir? Səbəb indi belə getirirlər ki, iş yoxdur. Sonra ev yoxdur, ev şəraiti də zəifdir, iş yoxdur, ailə saxlamaq üçün güc lazımdır. Məişətdən gedir. Maddi güc, bəli, maddi güc lazımdır. O maddi güclə bu cavanlar belə fikirləşir ki, axı mən nə qədər atamın, anamın belə zadında qalım, təsirində qalım, onların hesabına dolanım. Ona görə də onlar bir qədər ehtiyat edirlər ki, nə deyir, evlənmirlər. İşsizlik və bir də ki, maddi vəziyyətin çətin olması, evsizlik, bunlar indi təsir edən amillərdir. Ona görə də bunlar evlənmirlər. Bəlkə də ona görə gənclər çoxu böyük şəhərlərə tuturlar. Məsələn, adətən biz gəzirik kəndləri, görürük ki, orada bəzi evlər artıq boşalır, kəndlər boşalır. Əsasən ucqar kəndlərdə biz görürük. Bəli. Amma mən bilən belə fikirləşirəm ki, iş olsa, hərə bir işlə məşğul olsa, o gənclər də öz dədə-baba torpaqlarını tərk edib böyük şəhərlərə köçməzlər. Necə deyirlər, burada qalıb həm xeyrə, həm şəriyə yarayan insanlar olarlar və ömürlərini başa vurarlar. Həqiqətən də ən gözəl anlar kənddə yaşanır. Bəli. Belə də ki, sizin Qalacıq kəndində. Həqiqətən də bu kənd mənim çox xoşuma gəldi. Mən birinci dəfə idi burada olurdum. Vaxtı ilə mən elə Bəxtiyar müəllimdə belə dərs dediyimiz zaman bizim məktəbdə 600-dən yuxarı şagird oxuyurdu. 2 smenində, 2 növbə ilə, günorta və günortadan sonra. 736 uşaq var idi bu vaxt məktəbdə. Nə qədər? 736. Görürsünüz, 736. Mənim yanımda qalmaq Bəxtiyar müəllim yaxşı dedi, 736. O məktəb həyətinin tənəffüs zamanı uşaqlar elə yayılırdı ki, və atdığı daş gəlib uşağın üstünə düşürdü. İndi O qədər 200 uşaq var. neçədir Bəxtiyar müəllim? İndi nə qədər? İndi 200 də yoxdur. 200 də yoxdur. İndi hamısı təsirdir. Bunun bir səbəbi də var ki, iş dalınca cavan aililər hamısı köçürlər şəhərlərə. Mən elə özlüyümdə hesablamışam. Bizim bu İsmail şəhərində bizim kənddən köçənlərin ailə sayısı tək nəfərləri yox, ailə nəfərləri 120-yə qədər ailə yaşar bu saat İsmaildə. Bizim kənddən köçənləri. Rayonun özünə köçür. Şəhərin özündə, bəli. Sonra Bakı şəhərində yenə 140-a qədər
bizim kənddən köçən Ciddi rəqəmlərdir belə baxanda. ha, Onun da ne kadar uşaq var. Rusiyaya köçənlər də bir o qədər. İndi bunlar hamısı hesablasaq bir 400-500 ailə olar. İndi Deməli kəndin kisəsindən gedib bunlar. bəli, kəndin içərisindən gedən ailələrdir bunlar. Ailə tək nəfərlik yox, ailələrdir. Hər ailədə 4 nəfər olsa, görün 400-500 ailədə 2000 nəfər deməli. Bir kənddir demək. Ha, Əlbəttə. bir, bir kənd köçüb. Bəli. Ailədə neçə övlad olmusunuz? Bəli. Ailədə neçə övlad olmusunuz? Necə bacı qardaş olmusunuz? Bizdə deməli 3 bacı, bir 4 nəfər. Sonra o rəhmətə gedənlər bu müharibə dövründə, 2-ci Dünya müharibəsində o xəstəliklərdir, başqa təsir təsirlər, eləyir. ya bəli, yoluxucu xəstəliklər nəticəsində çox adam qırılıb. O cümlədən mənim də qardaşlarım da o ailə vəziyyətlərində 3-4 nəfər rəhmətə gedib. Allah rəhmət eylesin. Ha, o vaxtı ağsaqqalların dediyinə görə deməli o çiçək xəstəliyi deyirlər də, çiçək xəstəliyi. Pandemiyada deyəsən. Ha, o yoluxucu xəstəlikləri gündə 3-4 nəfər deməli müharibə dövründə rəhmətə gedən olurdu deyir uşaqlardan. Burdan. İndi onları bastırmaq ancaq qocaların zadına düşürdü. Çünki hər kəs müharibədə idi, yaşlılar, bir də uşaqlar qalmışdı. Mənim atam müharibədən gələndən sonra Qalacıq kəndində xəstəxana açıb. O dövrdə bu ara kəndlərdə heç yerdə xəstəxana olmuyor. Müharibədə olub 5 il. 1939-da Amini bitirib. Amini bitirən kimi o iş veriblər Kalva kəndində. İndi məncə Kalva İsmail'indir məncə. Olub, Şamaxının. indi Ağsuya baxır, Ağsuya. Ha, oradan da onu aparıblar, oradan aparıblar müharibəyə. Bir adetimizi biz demedik. Buyur. Kənd sovetimiz de cavan oğlandı, Allah canını sağ eləsin. Yanımızda diyen mən deyirəm, bu kəndin bir de başka adeti de var ki, Bəli. eğer bu kəndə gələn adam 3 saatdən çox bu kənddə qalırsa əgər, ona bu kəndin fəxri vətəndaşı adı verilir. Sözsüz. Bu xoş xəbər də siz üçün yararlıdır. Çox adamlar gəlib, yüksək vəzifə tutan adamlar. Kimlər gəlib? Bura mən yadımda qalan, eşitdiyimə görə Səməd Urğun gəlib, Allah rəhmət eləsin. Mirzəfər Bağırov gəlib bu kəndə. Bu kəndə. Ondan sonra şairlər bir dəstə gəlmişdi. Mən o vaxt orta məktəbdə 8-ci sinifdə oxuyurdum. Rəhmətlik yox, əstəğfurullah, sağdır, mən səhv eləmirəsə. Fikrət Qoca. Yox, rəhmət idi. Təzə gedib desən, eləmi? Fikrət Qoca gəlib onlar yeyib içiblər, yaxşı bizdə dərin yer var idi. Orada çiməndə boğulmuşdu. Aludun, pexil val, iyin karmaşar. Can yazaz dünyadın veri insanar, sad sadav arudna iyin yoldaşar. Can yazaz harxüre meqer melhana. Zavaraq sanval, quray selxana. Can yazaz yiki vay, zıkani dostlar. Harsadan dalıdıq biçin elxana. Sağ olun.